Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Belə bir suala baxalım. Riyaziyyat 1-ci qrup 7-si 6-cı ay 2026-cı ildə blok imtahanı düşən bir sualdır. Deyir ki, bizə hündürlüyü 20 cm olan silindir formalı qab yarısına qədər maye doludur deyir. Hündürlük 20-dirsə, tən yarısı olacaq və bura kim olacaq? 10. Elə deyilmi? Və içərisində uzunluğu qabın hündürlüyünə bərabər olan. Əla, baxın, bu çubuğun uzunluğu oldu 20. Bura 20-ni qeyd ediblər PDF-in üstündə. Biz də qeyd edelim. Baxın, bu çubuğun uzunluğu oldu 20 cm. Aha, yerləşdirilmişdir deyib. Çubuğun bir ucu alt otacağa çevrəsi üzərində, digər ucu isə qabın yan divar üzərində olmaqla üst otacaqdan 4 cm məsafədə. Onda baxın, buradan 4-dürsə, onda bu hissəyə neçə qalmalıdır? 6 qalmalıdır, cəmi 20 olsun deyə. Yəni, baxın, bu şəkildə belə. Deyir ki, çubuğun maye daxilində qalan hissəsinin uzunluğunu tapın. Biz buradan, baxın, gəlin bu üçbucaqdan istifadə edəyim. Baxın, burada bir düzbucaq, üçbucaq yanan, deyilmi? Burada 90. Onda biz x-in kvadratı, burada bir x desəm, x-in kvadratı bərabər 20-nin kvadratı, Pifagordan istifadə etsəm, çıxılsa 16-ın kvadratı. Bu da eləyəcək elə 12-nin kvadratı. Buradan da x bərabərdir 12 elədir. Deməli, bizim uzunluğumuz oldu 12. Gəlin, indi baxalım. Aha, bizə baxın, bu dairənin baxın bu diametri oldu 12. Bu məsələn mən buradan bölsəm, bunu 2 yerə. Bura 6-dır, burada 6-dır, deyilmi? İndi bizə deyir ki, çubuğun maye daxilində qalan hissəsini tap. Məsələn, baxın, mən buradan belə bir xətt çəksəm, belə bir xətt. Gözləyim, biraz əyri oldu sanki. Belə bir xətt çəksəm, burada təbii ki 90 dərəcə. Bizə buranı soruşur, bu x-i soruşur bizdən. Burada da bir dənə 90 dərəcəmiz var. Bura 16 idi. Buranı da 6 bölürük. İndi biz baxın, mən desəm ki, gəlin burada oxşarlıq istifadə edək. Bu 90-ın qabağında dayanan bu 20-ni, baxın, bu 90-ın qabağında dayanan x-a nisbəti bərabərdir. Baxın, məsələn, burada bir alfa. Alfanın qabağında dayanan 16-nın, bu alfanın qarşısında dayanan, bu alfanın qarşısında. Şimdi burada neçə olacaq? Bura 10 olmalıdır. Niyə? Çünki buradan buraya yarısı da, burada 10'dur. Burada 10'a nisbət olacaq. Biz buradan çarpaz vursaq, ya da gəlin ixtisar edəyəm bunları. 4-ə görə ixtisar etsəm, bura 5, bura 4. Bununla bunu ixtisar etsəm, bura 2, bura 5. X da bərabərdir. 5-5'ə vuran 25 bölünsün 2. X da bərabərdir 12 tam 10/5 şəklini alacaq. Bu tür videoların ardından gəlməsini istəyirsinizsə, videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.